Ölkəmizin kosmik sənayesinin inkişafında mühüm rol oynayan Azərbaycan Kosmik Agentliyi bugün regionun aparıcı peyk operatorlarından biridir. Növbəti süjetdə Azərkosmosun fəaliyyət istiqamətləri və qarşıya qoyduğu yeni hədəflərdən söhbət açılır. Təkcə Azərbaycan deyil, dünyanın 40-dan artıq dövləti faydalanır. Söhbət 15 ildən artıqdır ki, fəaliyyət göstərən Azərbaycan Kosmik Agentliyindən gedir. Qarşısında dayandığımız Azərbaycan Kosmik Agentliyinin idarəetmə mərkəzində ölkəmizə məxsus peyklərin fəaliyyəti 24 saat fasiləsiz izlənilir və idarə olunur. Azərbaycanın kosmik sahəsindəki uğurları məhz bu mərkəzlə bağlıdır. Azerspace bir telekommunikasiya peyki sayəsində Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Orta Asiya müştərilərinə geniş zolaqlı yayım xidmətləri göstərilir. Bu da Azərbaycanı qlobal kosmik bazarda mühüm oyunçuya çevirir. Peyklərimizlə yanaşı biz həmçinin də yerüstü avadanlıqların da nəzarət fəaliyyətini həyata keçiririk və bu avadanlıqlar öncədən sınaqdan keçirilmiş sistemlərdir və bu avadanlıqlar peykdən gələn bütün məlumatları bizim üçün oxunacaq bir formata çevirirlər. Əsas idarəetmə mərkəzimizlə yanaşı Azərkosmosun ikinci idarəetmə mərkəzi də vardır ki, həmin bu idarəetmə mərkəzində eyni ilə bütün fəaliyyətləri oradan icra etmək mümkündür. Kosmik sahədə uğur əldə eləmək asan iş deyil. Burada Azərbaycan Kosmik Agentliyinin idarəetmə mərkəzində hər saniyə dəqiqliklə hesablanır, hər qərarsa strateji əhəmiyyət daşıyır. Əsasən inkişaf etmiş ölkələrin silahlı qüvvələrində istifadə edilən müasir peyk müşahidə texnologiyalarından ölkəmizin istifadə edə bilməsi müdafiə gücü baxımından Azərbaycanın keyfiyyətcə üstünlük qazanmasına və regionun ən güclü dövlətinə çevrilməsinə xidmət eləyir. Telekommunikasiya və müşahidə peykləri rabitə, televiziya yayımı, həmçinin təhlükəsizlik və monitorinq sahəsində əvəzsiz rol oynayır. Təbii fəlakətlər, sərhəd nəzarəti və kənd təsərrüfatında dəqiq müşahidələr Azərkosmosun imkanları ilə reallaşır. Qlobal iqlim dəyişikliklərinin Azərbaycana təsirlərini qiymətləndirmək üçün mütəmadi olaraq iqlim hesabatları hazırlanır. Coğrafi informasiya sistemləri mərkəzi peyk təsvirlərindən daxil olan məlumatların emalı və bunun emalı nəticəsində yaradılan məhsulların son istifadəçilərə çatdırılması ilə məşğuldur. Bir çox sahələrdə tətbiq sahələri vardır. Bunlar ətraf mühit, kənd təsərrüfatı, şəhər salma və ümumiyyətlə məsafədən görmək istədiyimiz və böyük həcmli ərazilərin monitorinq olunması üçün də istifadə olunur. Azərkosmos beynəlxalq əməkdaşlıqlarda yeni layihələrin icrası istiqamətində də öz töhfəsini verir. Kosmik Akademiya Azərkosmosun yerli və beynəlxalq təcrübələrini özündə birləşdirərək Azərbaycan gənclərinin kosmos və yüksək texnologiyalar sahəsinə marağını artırılmasına və gənclərin yüksək ixtisaslı kadrlar olaraq yetişməsinə töhfə verməkdədir. Azərkosmos 2023-cü ildə beynəlxalq konqres çərçivəsində yeni peyklərin hazırlanmasına dair imzaladığı müqavilə üzərində çalışır. Bildiyiniz kimi, növbəti illərdə bizim 3 yeni peyk layihəmiz gerçəkləşəcəkdir. Həmçinin də əlbəttə bizim yeni peyk həllərimiz hazırlanır. Çünki biz beynəlxalq məkanda və müstəvidə aktiv olduğumuz üçün rəqabətçiliyimizi də qorumalıyıq. Azərbaycan Kosmik Agentliyi hazırda 2 telekommunikasiya peyklərini idarə eləyir. Emil Məlikov, Novruz Kazımov, Fariz Şıxalizadə, AzTV Xəbər.